Videoya keçməzdən əvvəl Motivas kanalına abunə olun və bildirişləri açın. Düşündünüzmü? Niyə bəzi insanlar hər dəfə uğursuz olur, amma başqaları demək olar ki, heç dayanmadan irəliləyir? Sırf şans? Xeyr, əslində səbəb daha dərin, daha gizlidir. Bəzən uğursuzluq sizin öz inanc sisteminizdə başlayır. Siz deyirsiniz, mən bunu bacara bilmərəm və əslində siz həqiqətən də bacarmırsınız. Şuursuzluq böyük bir oyun oynayır. Özünüzü məhdudlaşdırırsınız, amma bunu hiss etmirsiniz. Amma problem yalnız inanc deyil, qorxu var. Qorxu hərəkətimizi dayandırır. Yeni bir işə başlamaqdan qorxursunuz, səhv etməkdən. İnsanların sizi necə qiymətləndirəcəyindən qorxu sizi passiv edir. Hərəkətsizlik isə uğursuzluğu gətirir. İşin maraqlı tərəfi budur ki, bəzən insanlar tamamilə hərəkətsiz qalır, amma bunu seçdikləri kimi düşünürlər. Düşünmək kifayətdir, deyirlər. Amma düşünmək heç nəyi həll etmir. Həyat sizdən addım atmağı tələb edir. Hərəkətsiz qalmaq uğursuzluğun əsl səbəbidir. Və ətraf. Heç unutmayın, insanlar sizə həmişə doğru söz deməyəcək. Sən bacarmarsan, bu sənin üçün deyil deyəcəklər. Şuursuz olaraq buna inanırsınızsa, uğur uzaqlaşır. Sizi dayandıran başqaları deyil, öz daxili səsinizdir. Bəzən uğursuzluq mükəmməllik həvəsi ilə bağlıdır. Hər şeyi mükəmməl etməyə çalışırsınız. Amma həyat heç vaxt mükəmməl deyil. Kiçik addımlar, cəhdlər, səhvlər, bunlar mükəmməl nəticədən daha güclüdür. Və səhvlər. İnsanlar səhvlərdən qorxur. Əgər səhv etsəm, deyə düşünürlər. Amma səhvlər bir dərsdir. Hər dərs bir fürsətdir. Səhvlərdən qaçmaq sizi eyni döngüdə saxlayır. Bəzən isə insanlar öz daxili səsini eşitmir. Onlar başqalarının istəkləri ilə yaşayır. Amma həyat sizin xoşunuza getmək üçün deyil. Öz səsini dinləyən insanlar uğuru tapır. Uğur qısa müddətdə gəlməz. Bəzən insanlar dərhal nəticə gözləyir və dayanır. Amma uğur səbir və davamlılıq tələb edir. Və ən vacib məqam, özünü dayandırmaq. Çox adam deyir, mən bacarmaram. Amma əslində heç kim səni dayandıra bilməz. Səni dayandıran yalnız sənin öz daxili səsindir. Unutmayın, uğursuzluq taleyin verdiyi yük deyil. O, düşüncələrinizdə, qorxularınızda, ətrafınızda, səbrinizin çatışmazlığında və daxili səsinizdə gizlidir. İndi sual budur. Hazır olacaqsınızmı? Hazır olacaqsınızmı ki, hər məğlubiyyəti dərs, hər çətinliyi fürsət, hər addımı qələbə üçün istifadə edəsiniz? Əgər cavab bəlidirsə, uğur sizi gözləyir.